Ayaq venalarının varikoz xəstəliyinin bir çox fəsadları vardır. Onlar içərisində ən önəmlisi və hər kəsi narahat edən fəsad təbii ki, trombozlardır, yəni tromboflebitlərdir. Biz buna deyirik varikotromboflebitlər. Tromboflebitin yaranması varikozda bir növ təbii hal sayılır. Çünki qan durğunluğu olur. Trombun yaranmasında 3 faktordan biri elə məhz durğunluqdur. Ən çox varikotromboflebitlər isti vaxtlarda rast gəlinir. Yəni artıq biz havalar istiləşir. Bundan sonra trombozun və tromboflebitin yaranma ehtimalı daha da artmaqdadır. Bu nə deməkdir? Nə üçün biz bundan qorxuruq? Hər bir tromboz yarandığı halda bütün ailələrdə böyük bir vahimə hissi yaşanır. Və hər kəs qorxur ki, bu tromb yerindən tərpənə bilər. İnsanlar artıq bunu bilirlər, başa düşürlər və tromb yerindən tərpəndikdə, yəni hərəkət etdikdə ağciyər arteriyasına doğru hərəkət edə bilər və belə dediyimiz bir ağciyər arteriyasının trombemboliyasını yarada bilər. Bu da bildiyimiz kimi ölüm səbəbi ola bilər. Ona görə də ağciyər arteriyasının trombemboliyası, yəni trombozun qarşısının alınmasının ən obyektiv, ən qısa yolu vaxtında varikoz damarlardan bu problemi həll etmək və həyatımızı belə bir deyək ki, təhlükəsiz olaraq davam etmək əsas həyatımızın qayəsi olmalıdır. Sizə sağlam həyat arzulayıram.